hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Dünya televiziyasına baxırsınız, efirdə DTV Aktualdır. Bugün biz tütündən danışacağıq. Bir çox tamaşaçıları düşündürən suallar var. Bu sualları cavablandırmaq üçün efirimizə qonaq dəvət etmişik. Qonağımız isə Milli Məclisin deputatı, Milli Cəhbə Partiyasının sədri Razi müəllim Nurulayevdir. Razi müəllim, xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Televiziyamıza xoş gəldiniz. Təşəkkür edirəm. İcazənizlə söhbətimizə başlayaq. Razi müəllim, biz bugün tütündən danışacağıq, amma belə deyək, ilk sualı istərdim belə verim. Siz özünüz tütündən istifadə edirsiniz? Xeyr, mən tütündən istifadə etmirəm. Ümumiyyətlə heç vaxt istifadə etməmisiniz? Olub, müəyyən zamanlarda bir gün ərzində 2 ədəd papirot çəkmişəm, olub. Bu da sadəcə olaraq bəlkə də bir əyləncə məqsədi ilə mi, uşaqlarla, dostlarla oturanda. Amma ümumilikdə belə, yəni prinsipial olaraq tütün istifadəçisi olmamışam. Tütün insanda asıllıq yaradır. Niyə bəzi insanlar bu asıllıqdan xilas ola bilmirlər? Yəni, sualın cavabını da verdiniz, asıllıq yaradır. Yəni, müəyyən bir məqamlarda... Bax, misal üçün, siz istifadə etmişsiniz çox qısa bir müddətdə, amma sonra ondan uzaqlaşmışsınız. Bəli. Elə və insanlar var ki, ümumiyyətlə, belə deyək, bir müddət istifadə edir, amma sonra o deyir, sözüm sözdür, deyir, artıq geriyə dönüş etmir. Amma bəzi insanlar isə ayrıla bilmirlər. Yəqin ki, insanların iradəsi, davranışı, dünya görüşü də buna təsir edir və təbii ki, tütündə biz bilirik ki, tərkibində nikotin olduğuna görə asıllıq yaradır, orqanizm onu tələb edir. Və ola bilsin ki, bəlkə də papiros istehsalçıları müxtəlif ölkələrdə, müxtəlif yerlərdə, bəlkə də özləri də o asıllıq yaradan maddələrin miqdarını da çoxaldırlar ki, qoy insanlar daha çox onu çəksinlər. Çünki bu digər bir tərəfdən bu da həm də biznesdir. O baxımdan bizim ölkəmizdə də tütünün reklamı qadağan olunub bu baxımdan. Yəni, dövlət də və müxtəlif dövlətlərdə çalışırlar ki, insanların tütündən istifadəsini azaltsınlar, asıllığını azaltsınlar. Bəzi insanların iradəsi var, bunun öhdəsindən gələ bilir. Bəzi insanlar isə sadəcə olaraq buna bir gün keçirmə, vaxt keçirmə kimi baxırlar və istənilən bir tütün istifadəçisindən soruşsan ki, niyə çəkirsən, deyəcək, problemlərim var, dərdim var və insanlarda belə bir psixoloji hal yaranır ki, insan papirot çəkəndə dərdini unudur, problemlərini unudur. Bu nə dərəcədə düzgündür? Əksinə o problemin üstünə düşür. Çünki sağlamlığında problem yaranır. Təbii ki, bu sadəcə olaraq özünün öz başının altına yastıq qoymadır, özünə təsəlli verməkdir və psixoloji olaraq özünü buna hazırlamaq və psixoloji olaraq da qəbul etməkdir ki, mən bir papirot çəkdim və dərdimi unutdum. Amma hərçət ki, biz qəbul etmək lazımdır ki, bir çox insanlar həm sevinəndə papirot çəkmək istəyir, alkoqoldan istifadə etmək istəyir, dərdi də düşəndə alkoqoldan istifadə etmək istəyir və tütün çəkmək istəyir. Hər ikisi də ziyandır. Hər ikisi də ziyandır və təbii ki, bu bir psixoloji amildir və eyni zamanda da nikotinin yaratdığı asılılıqdır. Bəli, hər ikisi də ziyandır və pis vərdiş hesab olunur. Çox pis vərdişdir. Mən sizə deyim ki, mənim hətta yadıma gəlir ki, tələbə vaxtı mən papirot çəkməmişəm. Məndə müəyyən bir dostlar verdi və bir papirosu çəkdim və başım çox pis hərləndi. Fırlandı başım, özümü itirdim, yıxılmaq dərəcəsinə gəlirdim və hiss etdim ki, əlimdən çox pis bir qoxu gəlir. Və həmin vaxtı yanımda papirot çəkməyən tələbə yoldaşlarımız da var idi. İçərisində xanımlar da var idi, bəylər də var idi. Və dedilər ki, biraz bizdən yaxın oturmada, kənar dur. Həmin o psixoloji travma bugün də mənimlə birlikdə yaşayır. Ki, əgər mən, xoşuma gələn insanlar mənə deyir, dostlarım mənə deyirsə, məndən kənarda dur, səndən papiros iysi gəlir, pis qoxu gəlir. O mənə psixoloji travma vurdu və o vaxtda bu günə qədər mən o travma ilə yaşayıram və ona görə də, belə deyək ki, tütündən həmişə uzaq dayanmışam. Adi olur, məsələn, indi bəzi məqamlarda iyləmişəm, indi olur elə bir məqamlar olub ki, bir neçə il bundan qabaq, bir dəfə yenə yoxlamaq istəmişəm. Çəkmək üçün yox, sadəcə olaraq indi müəyyən bir dostlardan oturanda olub və sonra əlimi qoxlayanda görmüşəm ki,
Yəni onun qoxusu o qədər pisdir ki, iyrəncdir ki, kəskindir ki, təbii ki, bu digərlərində də bir ikrah hissi oyada bilər. Amma təbii ki, insanlar tütündən istifadə etməsə yaxşıdır, çəkməsə yaxşıdır və o asıllıqdan canlarını qurtarsalar yaxşıdır. O baxımdan bununla bağlı qanunvericilik səviyyəsində hər şey qəbul olunur, edilir. Təəssüflər olsun ki, bəzən qanunlar da bunun qarşısını almağa kömək etmir və yaxud həyata keçirilməsində problemlər yaşanır. Aydındır. Razi müəllim, belə bir fikir də var ki, narkomaniyaya gedən yol da tütündən başlayır. Sizin fikriniz necədir? Deməzdim bunu. Bilmirəm, mən o sahənin mütəxəssisi deyiləm, bilmirəm, amma indi dünyada tütün istifadəçilərinin sayı milyardlarladır. Azərbaycanda da milyonlarla insan tütün çəkir, amma deməzdim ki, tütün narkotiki aparan yoldur. İnsanlar var, daima tütün çəkiblər 40 il, 50 il, 30 il, 15 il, amma heç vaxt heç qəlblərindən, düşüncələrindən də narkotik istifadəçisi olmaq keçməyib. O baxımdan bu bəlkə də biraz bənzətmədimi və yaxud bununla bağlı hər hansı bir təbliğat mı aparılıb və yaxud insanlar düşünüb ki, tütünün də içərisinə o asıllığı yaratmaq üçün maddələr vurula bilər, belə şeylər də oxumuşam. Yəni, insanlar müxtəlif variantlardan istifadə edərək bu cür mülahizələr irəli sürürlər. Nə dərəcədə doğru olub olmadığını mütəxəssislər bilər, həkimlər bilər və bu sahənin biliciləri bilər. Mən o sahədə açığı o qədər də ciddi ekspertizaya malik deyiləm. Aydındır. Razi müəllim, tütün satılır hansısa bir dükanda, vətəndaş gəlir, hansısa bir vətəndaş, yəni hansı ki bu pis vərdişdən istifadə edir, gəlir tütünü alır dükandan. O qutunun da üzərində yazılıb ki, tütündən istifadə etməyin, bu ziyandır. Sizcə vətəndaş bilir ki, bu ziyandır, üstündə də qutunun üzərində də qeyd olunub. Niyə o zəhər alır? Bilirsiniz, insan psixologiyası bəzən həmişə qadağan olunan tərəfə şeyə qarşı meyillənir. Həmişə biz nağıllardan da oxumuşuq ki, deyib ki, 39 qapını aç, xoşbəxtlik tapacaqsan. 40-cı qapını açma, bədbəxtlik tapacaqsan. Bir ay, 2 ay dözür, sonra gidir 40-cı qapını açır və orada da cinlə, şeytanla rastlaşır, divlə rastlaşır, nə bilim bu qeyri-adi, qorxulu məxluqlarla rastlaşır və ya həyatına son qoyulur, ya da ki, artıq ömrü boyu bir problemin içərisində qalmalı olur, sağlamlığını itirir, qorxur, əzizlərini itirir və s. O baxımdan insanı həmişə qadağan olunan meyvəyə qarşı daha çox meyillənir və bu da bizim bir yandan da dinimizdən də irəli gəlir. Orada da biz oxumuşuq bunu. Tək bu bizim İslam dinində deyil, hətta Xristiyan dinində də var, İudaizmdə də var ki, hətta Adəmi də belə bilirsiniz ki, Allahın qadağan etdiyi meyvəni yediyinə görə cənnətdən qovublar və bu bütün dinlərdə də var. Belə çıxır ki, elə insanın yaranışından, ruhundan, ilk günündən həmişə qadağan olunan əşyiyə, meyvəyə qarşı, nəyəsə qarşı həmişə meyilli olub. Tütün məmulatlarının istifadəsinin qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının qanunu var. Biz dəfələrlə bununla bağlı efir təqdim eləmişik televiziya tamaşaçılarına. Tütün var və sonralar elektron siqaretlər dəbəmindir. Və şükürlər olsun Allaha ki, elektron siqaretin qadağan olunması ilə də bağlı qanun qüvvəyə mindi. Hörmətli millət vəkili, bu barədə də sizin fikirləriniz hər bir tamaşaçı üçün maraqlı olardı. Elektron siqaret nədir və elektron siqaretin qadağan olunması ilə bağlı qanunda nə deyilir? Təbii ki, elektron siqaret də bir siqaretdir. Bu da tüstüdür, sadəcə maye halındadır. Yəni, sadəcə tütünün formasını dəyişmiş bir halıdır. Onun da tərkibində nikotin var, o da asıllıq yarada bilir. Amma indi belə bir reklam olunmuşdu ki, onun ziyanı o biri papirosun adi ənənəvi papirosdan ziyanı daha azdır. Sonradan məlum oldu ki və dünyada aparılan araşdırmalardan da məlum oldu ki, elektron siqaretlərin ziyanı o biri siqaretlərdən daha, ənənəvi siqaretlərdən daha çoxdur. Milli Məclisə bununla bağlı qanun layihəsi daxil oldu. Milli Məclis o qanunu qəbul edib. Həmin qanunun qəbul olunması zamanı mənim bir çox çıxışlarım da olmuşdu. İzlədik. Və həmin o çıxışlarda da bunu dəstəkləsəm də, amma eyni zamanda müəyyən bir zaman tanınmasını xahiş etmişdim. O zaman da tanındardasa bir 4-5 ay zaman tanındı ki, kimsə hansısa sahibkarlar artıq müqavilə bağlayıblar, gətiriblər və onları da ziyana salmaq olmaz, sahibkardır.
iş yeri yaradıblar, müəyyən banklara kreditə giriblər və s. Qanun artıq dünəndən qüvvəyə mindi və elektron siqaretlər Azərbaycanda qadağan olunub, çəkilmir və bununla bağlı da qadağalarda qüvvəyə mindi. Satışı da qadağan olunub, satışı da qadağandı, idxalı da qadağandı, istifadəsi də qadağandı. Və bununla bağlı da demək istəyirəm, bizdə tütün məmulatlarının istifadəsi ilə bağlı da qanun var və eyni zamanda bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. 212-ci maddə İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsi deyir ki, əgər hər hansı bir istifadəçi, tütün istifadəçisi istifadə edərsə, vətəndaş istifadə edərsə, onlar 30 manat məbləğində cərb olunurlar. Bu ənənəvi papiroslara da aid idi. İndi eyni qanun həm də elektron siqaretlərə aid olur, həmin 212-ci maddə. Əgər bu fiziki şəxslər tərəfindən, müəssisələr tərəfindən istifadə olunursa, ictimai yaşayış obyektləri, onlar 400 manat məbləğində cərim olunurlar, yəni vəzifəli şəxslər. Və hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə olunurlar. Bax, bu İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsi həm ənənəvi papiroslara, həm də ki, elektron siqaretlərə də aid olunur. Ona görə də elə insanlar bütün növ siqaretlərdən uzaq olsalar yaxşıdır. Bu pis vərdişlərdən canlarını qurtarsalar yaxşıdır. Və mən sizə deyim ki, papirosların qiyməti də ucuz deyil və bugün vətəndaşlarımızın müəyyən bir o papiros çəkənlərin büdcəsinin müəyyən bir hissəsi də papiroslara xərcləndiyindən ailə büdcələri üzərində bir yük yaranır. Bəli, tamamilə doğrudur. Çünki elə insanlar var ki, vaxtında indi biraz papiroslar ucuz olub, deyək ki, o papirosun qiyməti olub 5-6 il bundan qabaq deyək ki, 1 manata, 1 manat 50 qəpiyə, həmin indi papirosların qiyməti 5 manat, 7 manat, 10 manat civarında dəyişir. O büdcəyə də ailənin büdcəsinə bir təsir edir. Və onlar gündə bir paçka, bir qutu siqaret çəksələr, bu 200-250 manat, bəzən 300 manata qədər məbləğə gəlib çatır və elə bəzən də bir insanın elə aldığı əmək haqqının, qazancının elə bəlkə də 60-70%-ni təşkil edir. Bu baxımdan o pis vərdişlərdən qurtarsalar, çox yaxşı olar, həm ailə büdcələri qorunar, həm də sağlamlıqlarına qovuşarlar. Özləri də ki, daha normal yaşam sağlam tərzinə yaşayarlar, keçərlər. bəli. Razi müəllim, var misal üçün, istər tütün olsun, istər elektron siqaretlər olsun, bağlı məkanda istifadə olunur. Qeyd elədiniz ki, bağlı məkanda istifadə olunması qəti qadağandır. İstər tütündən, istər də elektron siqaretdən. Var vətəndaş küçədə bunu istifadə edir. Bəs küçədə istifadə edən necə? Biz burada ümumiyyətlə hazırki qanunvericiliyimizdə papiros çəkənlərlə papiros çəkməyənlərin hüquqları tam olaraq müəyyənləşdirilməyib, şərait yaradılmayıb qanunvericilik səviyyəsində. Mən bununla bağlı danışmışam, yenə də burada da təkrar etmək istəyirəm. Papiros çəkənin də hüququ var, çəkməyənin də hüququ var və bunların hüquqlarının sərhədləri müəyyənləşməlidir. Əgər bağlı məkanlarda papiros çəkmək qadağandır, tütün istifadəsi qadağandır və buna görə dediyim kimi vətəndaş üçün 30 manat, vəzifəli şəxs üçün 400 manat və hüquqi şəxs üçün 1000 manat müəyyənləşdirilir. Üzr istəyirəm, bağlı məkan deyəndə siz haranı nəzərdə tutursunuz? Metro, avtobus? Kafe, restoran, avtobus, metro, qatar, dövlət müəssisələri qadağan olunan, bəli, bunun hamısında bağlı məkanların, bəli. Amma indi burada bir məsələni də qeyd etmək lazımdır. Axı, indi papiros çəkənin də hüququ var. Çünki papirosun çəkməsi qadağan olunmayıb və biz çəkən insana deyə bilmərik ki, papirosu çəkmə. Onun da hüququ var və o da papiros çəkmək istəyirsə, papiros çəkmək üçün ona şərait yaradılmalıdır. Tütündən istifadə edirsən. Tütündən istifadəsi üçün başqa ölkələrdə, deyək ki, hava limanlarında, metro stansiyalarında, gəmilərdə, dövlət idarələrində, məktəblərdə, universitetlərdə müxtəlif yerlər müəyyənləşdirilib və o yerlər də elə müəyyənləşdirilib ki, onun içərisinə girmə gözü elə bir məşəqqətdir və bu da o mesajı verir ki, dövlət tərəfindən onlara ki, əl çək bu balaca qutuya girib burada özünü zəhərləmə. Amma istənilən halda da, əgər bir vətəndaş üçün ayrıca bir yer müəyyənləşdirilmirsə, ki, papirosu sən bu bağlı məkanda çəkə bilərsən və o məkan da təcrid olunmalıdır başqa məkanlardan ki, o çəkməyənlərin hüquqları pozulmasın. Amma bizdə belə olur ki, bir məkandır, yarısını papiros çəkənlər üçün ayrılırlar, yarısını papiros çəkməyənlər üçün. Amma qanunvericilik bunu belə demir. Bu tamamən qanun pozuntusudur. Çünki bağlı məkanda siqaret çəkilə bilməz. Amma bu orada çəkirsə, təbii ki, hava yolu ilə gəlib bu bir zala da keçəcək bu.
Və ya Zalım bu usulda çəkmək olar, bu usulda çəkmək olmaz. Bunların hamısı çox belə, yəni qanunvericilik səviyyəsində ciddi qanun pozuntusudur. Ona görə də demək ki, o qanunda müəyyən olunmalı idi ki, əgər papiros çəkmək üçün də, çəkməyənlər üçün də ayrıca bağlı təcrid olunmuş bir məkanlar yaradılmalıdır. Yaradılmayacaqsa, ya onun həmin məkan cərimələnir və yaxud onların üzərinə öhdəlik qoyulur ki, sən bunu etməlisən, ondan sonra sənin açılışına icazə veriləcək. Buna qədər olan yerlərdə, bu qapalı məkanlarda ayrıca bir məkan düzəldilir, yer düzəldilir və orada vətəndaşlara icazə verilir ki, papiros çəkənlər çəkə bilsinlər. Amma bundan sonra tikilən məkanlara da bir şərt qoyulur ki, tikintinin eyni zamanda əgər sən tikirsənsə ictimai yaşayış obyekti, başqa bir obyekt, müəssisə, orada da həm də bu layihəyə daxil olunmalıdır ki, papiros çəkənlər üçün ayrıca təcrid olunmuş yerlər də layihəyə daxil edilsin. Və bu o zaman artıq papiros çəkənlərlə çəkməyənlərin arasındakı sərhədləri dəqiq müəyyənləşdirərdi və qanunvericilik səviyyəsində də belə təzadlar və problemlər də yaranmazdı. Biz bugün tütündən danışırıq, tütünə qarşı danışırıq, yəni biz onun əleyhinəyik, çünki bu pis vərdişdir. Bu, insanın orqanizminə ziyandır, insanı vaxtından qabaq qocaldır, insanın, belə deyək ki, hansısa bir gəncin həddindən artıq çox tütündən istifadə etməsi, onun gələcəkdə nəsil artımına da böyük bir mane olur. İstər qadın olsun, istər kişi olsun, yəni bu sağlamlığımıza, ətraf mühitimizə, onun tüstüsü belə ətrafa ziyandır, büdcəmizə ziyandır, cibimizə ziyandır. Burada ancaq qazanan düşünürəm ki, istehsalçı olur. İstehsalçı da bunu istehsal edə bilər, amma vətəndaş da düşünməlidir ki, bu mənə ziyandır, mən bundan niyə istifadə edirəm? Mən ona verdiyim pulu tamamilə ailəm üçün tamamilə başqa məqsədlərə istifadə edə bilərəm. Sevindirici haldır ki, orta məktəblərdə müəllimlər, əgər tütündən də istifadə edən kişi müəllimlər varsa, xanımları inanmıram ki, var, əgər kişi müəllimlər varsa, onlar məktəbdə çəkmirlər. Yəni, hələ indiyənə qədər mən bunu eşitmədim, görmədim və bilmədim. Amma hər birimizi narahat edən bir məsələ var. Bizim balaca dostlarımız. Çox təəssüflər olsun ki, bəzən olur ki, az yaşlılar, yeniyetmələr, kimsə onlara təklif eləyir və yaxud onların özündə nəsə bir maraq oyanır. Atam tütündən istifadə edir, qoy mən də bunun dadına baxım, görüm bu nə olan şeydir. Bax, belə hallarla da üzləşirik. Bunun günahı sizcə kimdədir? Və yaxud biz bunun günahını, günahkarını harda axtaraq? Məktəbdir, cəmiyyətdir, yoxsa ailədir? Bu sualla Azərbaycan cəmiyyəti yalnız qarşılaşmır. Bu sualla bütün dünya ölkələri və hökumətləri, vətəndaşları qarşılaşır. Və bu sərhədləri və davranışı müəyyən etmək çox çətindir. Ona görə də mən düşünürəm ki, müxtəlif inzibati tədbirlər, qadağalar, hansı ki bunlar var və bunları bəyənirəm və biz da bunu burada təqdir edirik. İkinci, ciddi maarifləndirmə həyata keçirilməlidir. Və bir də təbii ki, valideynin məsuliyyəti. Valideyn də bir valideyn kimi məsuliyyət daşımalıdır ki, mənim övladımın papiros çəkməsi, narkotika qurşanması, zərərli vərdişlərə malik olması onun həyatının puç olması deməkdir. Yalnız özünün həyatının puç olması yox, başqa bir nəfərlə də ailə quracaq və o ailənin də qızının bədbəxt olması deməkdir. Yəni, bu iki qat bir məsuliyyətdir. Ona görə də məktəblərdən, universitetlərdən bu qadağalar başlamalıdır və mən düşünürəm ki, ümumiyyətlə, təhsil müəssisələrində, məktəblərdə papirosun çəkilməsi, onun hətta, deyək ki, yaxınlığında müəyyən bir sərhəd müəyyənləşdirilməlidir. Yaxınlığına qədər yerlərdə də papirosun, siqaretin çəkilməsi qadağan olunmalıdır. Məktəblərdə kameralar var. Məktəbin həyətinə baxan kameralar da var. Məktəbin daxilində də kameralar var. Məktəblərdə hər yerdə var. Və bir sual da verim sizə. Uşaqların çox təəssüf ki, bu bəzi olur da, məktəblərdə olur, bir nəfər, iki nəfər dəcəl uşaqlar olur ki, onlar marağa bundan istifadə edirlər. Bununla bağlı da biz görürük ki, məktəblərə daxil olanda reklam xarakterli fotolar təqdim olunur ki, tütündən istifadə etmək olmaz, bu ziyandır. Necə düşünürsünüz, uşaqlara tütün haqqında məlumat vermək lazımdır, yoxsa yox? Sizə elə gəlmirmi ki, bu vaxtından qabaq onlar tütünlə bağlı hansısa bir məlumatı alırlar?
Bilirsinizmi, məsələ burasındadır ki, Yəni uşaqdır da bu. bizim Sovet tərbiyəsində və sonra bu müsəlman cəmiyyətində insanların bildiyi və gizlində öyrəndiyi şeyləri açıq danışmaq qadağan olunub. Bu isə onun təsirini nəinki azaldıb, əksinə ona marağı çoxaldıb. Ona görə də zamanında elə məlumatı vermək lazımdır. Yəni, biz belə düşünürük ki, biz bunu deməməklə, gizləməklə, bu mövzunu danışmağa qadağan etməklə, oxumağa qadağan etməklə, yəni ki, uşaqlarımızı da bu zərərli vərdişlərdən qoruya bilirik. Amma tam əksinə, mənə belə gəlir ki, biz müəyyən elə məsələlər var ki, onu açıq danışmaq lazımdır, onun zərərli təsirlərini açıq demək lazımdır, maarifləndirilməsini aparmaq lazımdır ki, insanlar bilsin. Onsuz da, bu saat indi elə bir cəmiyyətdə yaşayırıq ki, hər bir kəs internet vasitəsilə hər bir məlumatı əldə edə bilir. Süni zəka vasitəsilə məlumatları əldə edə bilir. Ona görə də o qabaqlayıcı tədbirləri doğru, düzgün və zamanında həyata keçirmək lazımdır. Aydındır. O zaman biz bunun qarşısını, mən düşünürəm ki, ala bilərik. Bir dənə məsələn deyəcəm, məsələn, papiros paçkalarının o qutuların üzərində çox eybəcər və insan orqanizmini pis günə qoyan şəkillər, fotolar yerləşdirirlər, xəstəliklərin şəklini yerləşdirirlər və adam baxanda ürəyi bulanır. Amma yenə də bax, bu, o insanlar həmin o qutuları ciblərində gəzdirirlər, gündə də görürlər və onlara qarşı onlarda bir immunitet yaranır. Yəni, bu da onun qarşısını ala bilmir. Doğru, düzgün maarifləndirmə lazımdır zamanında. Çox sağ olun, sizə təşəkkür edirəm və bir sual da verəcəm, çox qısa cavablandırın. Hansısa bir məktəbdən Milli Məclisin deputatı Razi Nurullayevə təklif gəlsə, dəvət gəlsə ki, Razi müəllim, gəlin bizim məktəbdə tütünlə bağlı bir maarifləndirici, uşaqlarla maarifləndirici mövzuda uşaqlarla görüş keçirin. Siz vaxtınızı bu mövzuya və balaca dostlarımızla keçirməyə vaxt ayırarsınız, yoxsa yox? Məmnuniyyətlə. Məmnuniyyətlə. Təşəkkür edirəm. Çox sağ olun, hörmətli televiziya tamaşaçıları. Qeyd etmək istərdim ki, bugünkü efirimizin qonağı Milli Məclisin deputatı, Milli Cəhbə Partiyasının sədri Razi müəllim Nurullayev idi. Bugün biz tütündən danışdıq. Tütün mövzusu çox aktual bir mövzudur və hər birimizdə narahat edən mövzudur. Bizi maraqlandıran suallar var idi ki, biz Razi müəllimə verdik. Çox maraqlı da cavablar aldıq. Təşəkkür edirəm sizə. Çox sağ olun. Bizə ayrılan efir vaxtı sona çatdı. Hörmətli televiziya tamaşaçıları, Dünya televiziyasına baxırsınız, baxmaqda da davam edin. Efirdə DTV Aktual idi. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.